Qarabağ komandası növbəti transferini açıqlayır. Ağdam klubu Mozambikli sol cinah müdafiəçisi Bruno Langa ilə anlaşıb. Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib. 28 yaşlı oyunçu ilə artıq müqavilə imzalanıb. Ötən mövsümü icarə əsasında Portuqaliyanın Estrela klubunda keçirilən təcrübəli müdafiəçi komandası ilə 11 oyunda çıxış edib. O müqavilə ilə İspaniyanın Almeida klubuna məxsusdur. Futbolçunun La Liga İkinci komandası ilə 2028-ci ilə qədər sözləşməsi var və qeyd edim ki, futbolçunun transfer dəyəri 1 milyon avrodur. Yəni Qarabağ komandası bu futbolçunu transfer etmək üçün kifayət qədər təzminat ödəməli olacaq. Bruno karyerası ərzində Portuqaliyanın Chaves, Kiprin Pafos kimi klublarında çıxış edib. Müdafiəçi Mozambik millisində 37 oyunda forma geyinib və 1 gol vurub. Nüfuzlu transfer market saiti oyunçunun dəyərini 1 milyon avro göstərir. Sizcə bu futbolçu Qarabağa fayda verə biləcəkmi? Fikirlərinizi şərhlər bölümündə yazın. Xüsusilə Elvin Cəfərquliyevin əvəzedicisi kimi baxılır bu futbolçuya. Bu arada onu da sizin nəzərinizə çatdırım ki, Kevin Medina da Qarabağdan ayrılır. Daha detallı növbəti videoda sizlərin nəzərinizə çatdıracağıq. Dəyərli izləyicilər, bildiyiniz kimi Mirəli balamızı bir neçə ayda ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.